Dostlar, İngilis dili ilə bağlı mənə ən çox ünvanlanan suallardan biri də söz bazasının necə artırılması və necə uzun müddət yadda saxlanılması ilə bağlıdır. Qeyd etmək istərdim ki, bir çoxumuz sözləri sadəcə olaraq körtəbii şəkildə yazaraq əzbərləməyə çalışırıq. Bu isə söz öyrənilməsinin deyərdim ki, ən bəsit və ən az təsiri olan üsullarındandır. Mən isə əvəzində sizə tövsiyə eləyərdim ki, siz sözləri yalnız körtəbii şəkildə yazmayın, eyni zamanda onların sinonimində öyrənməyə çalışın. Misal üçün, öz dilimizdə tullanmaq və hoppanmaq sözləri var. İngiliscədə iki sözü eyni məna ilə eyni anda öyrənə bilərsiniz. Və ya üç sözü və ya dörd sözü. Bundan əlavə sözü öyrəndikdən sonra onu müəyyən bir kontekstdə dinləmək, eyni zamanda həmin sözlərin istifadə olunduğu mətnlər oxumaq, həmin sözü daha yaxşı istifadə qaydasını anlamağa və gələcəkdə tətbiq etməyə kömək eləyəcək. Eyni zamanda həmin sözü eşitdikdə də native speakerlərin intonasiyası ilə o sözləri anlamağa bizə çox yardımcı olacaq. Bundan əlavə biz həmin sözləri çalışıb həm yazaraq, yəni yazılı nitqdə, həm danışaraq, yəni şifahi nitqdə tətbiq eləməyimiz lazımdır. Sözün inkişafına bu şəkildə biz kompleks yanaşsaq, o halda söz bazamızı daha yaxşı inkişaf elətdirə bilər və sözləri beynimizdə daha yaxşı yadda saxlaya bilərik, daha uzun müddət yadda saxlaya bilərik. Söz bazasının artırılması və sözlərin daha uzun müddət yadda saxlanılması üçün bizdə daha geniş metodlar tətbiq olunur, daha çox yollar, üsullar var. Bunun üçün dərslərimizdən faydalana bilərsiniz. Hər birinizə uğurlar.